Salamlar, mənim vloguma xoş gəlmisiniz. Deməli, bugün bizim universitetdə son imtahanı idi. Yəni 3 həftəlik tətilə buraxılırıq. Gördüyünüz bizim universitetin həyətidir. Açmışdım və universitetimizin qarşısında Hansot deyilən doşirak evi var. Yəni hazır yeməklər. Yəni istədiyiniz yeməyi tapa bilərsiniz. Sadəcə olaraq fast food kimi, yəni yüngülvari yeməklərdir və bu bizim universitetimizdir. Universitetimizin ön hissəsidir. Hansot cib isə bizim universitetin düz qarşısındadır. Yəni bütün tələbələr hər zaman dərsdən çıxandan sonra ora gedirlər. Biraz içi balacadır, amma yəni yeməyə dəyər yerdir. Bu bizim universitetin həyətidir. Və mən acmışdım deyə dedim ki, bugün gedim orada biraz nahar eləyim. Həm ucuz, həm də keyfiyyətlidir. Özümə çamçı mayo sifariş elədim, kartof qızartması sifariş elədim və bir də portağal şirəsi. Bu gördüyünüz həmin şıkdan kiçik yeməkxananın içərisidir. Çox kiçik olmasına baxmayaraq həmişə demək olar ki, tələbələr çox olur. Çünki yəni qiyməti çox ucuzdur və mən artıq yeyib bitirmişəm və yollanıram evə, yəni yataqxanaya. Bu bizim universitetin qarşısında metroya gedən yoldur. Metrodan universitetimizə qədər hardasa 10-15 dəqiqə belə çəkir. Bəlkə də yəni daha az çəkir. Sizə yolları göstərirəm. Bu bizim universitetdən metroya qədər olan yoldur. Bugün bu arada hava çox isti idi. Bu bizim universitetin qarşısındakı metrodur. Bizim universitetimiz Tosonyok, yəni Toson stansiyasında yerləşir. Birinci və ya ikinci çıxışdan, yəni çıxmaq olur. Yəni hardasa 10 dəqiqəlik yoldur. Koreyanın metrosunu göstərirəm. Koreyanın metrosu yəni bu cürdür. Metronun içində demək olar hər bir şərait var. Yəni burada göstərilir oxlarla hansı tərəfə, hansı istiqamətə getmək istəyirsinizsə. Və Koreyalılar bilirsiniz, kofeni çox sevirlər. Bu metronun içində olan kofedir. Yəni kofe satılan yerdir və əsasən Koreyalılar Ice Americano daha çox içirlər, yəni yəqin ki bilirsiniz. Və burada göstərdiyim Koreyada VC var metronun içində. Yəni bizdə bilmirəm varmı yoxsa yoxmu, amma Koreyanın hər bir metrosunun içində yəni VC var. Belə şəkillərlə bəzədilib. Bu hal-hazırda Tosonyokdur, yəni Toson stansiyasıdır. Bu kart doldurmadır. Yəni kartınızı, pulunuzu atıb kartınızı doldurursunuz. Bu hal-hazırda Koreya metrosunun içi, yəni bu Busandır bu arada. Mənim istiqamətim bu tərəfə idi. Yəni Hadan istiqamətində, mən Hadanda və Koreyada metro və avtobusda belədir ki, kartı 2 dəfə vururuq. Bir girəndə, daxil olanda, bir çıxanda. Bu Koreyanın metrosudur və bizdən fərqli olaraq screen doors var, yəni təhlükəsizlik qapıları bizdə yoxdur deyə intihar halları çoxdur. Koreyalılar isə bunun qarşısını alıb. Bu qədər. Sağ olun.